Cəlilabad rayonunun Sərhədabad kəndində noxud əkini ilə məşğul olan fermerlər bu il məhsul itkiləri ilə üz-üzə qalıblar. Aylarla zəhmət çəkib əkdiyi bu sahələr indi tamam məhv olub. Necə lazımdır, əkini aparmışdıq, dərmanın vurmuşduq, xalağını elətdirmişdik. Bir qənirə yaxşı olandan sonra çox da elə baxırdıq, fəxr edirdik ki, yaxşıdır. Sonra yağışlar üstünə qoydu. Yağışlar çoxluca yağandan sonrasına noxuda şuva ilə gəldi, hava ilə gəldi, nə gəldi, kütləvi başladı yanmağa. Ayrıdan yenə dərman vurduq. Mümkün olmadı ki, olmadı. Belə də əkmişik 2 hektarla noxud, hektarına 1000 manat maya qoymuşuq. Necə lazımdır, aqrotexniki qaydada əkmişik. Hamısı da indi bu dəqiqə hal-hazırda dərmanını da vurmuşuq, halaq da elətdirdik, gördük mümkündür. Saxladıq da, nə halaq elətdirdik, nə dərman vurduq, gördük yanır da bu noxud. Hektara da aşağıya götürməsəydik, heç olmasa ton yarımdan çox götürərdik. Bir 3 ton 2 hektara götürsəydim, bir 6.000-7.000 xeyrim ola bilərdi də. Belə də yanıbdır, noxudlar kütləvi yanıbdır. Qeyd edək ki, keçən mövsüm pərakəndə satış eyni dövrdə 3 manatdan aşağı olmayıb. Hazırda da bazarlarda noxudun qiyməti aşağı-yuxarı ilə olsa da satıcıların sözlərinə görə məhz sahələrdə yaranan vəziyyətə görə satışa noxud demək olar ki, daxil olmur. Fermerlər noxud əslində yaranmış xəstəlik haqqında danışırlar. Biz onu demək istəyirəm ki, hər bir fermer təkcə noxuddan söhbət etmir. İstənilən kənd təsərrüfatı bitkinin əkinçiliyi ilə məşğul olan fermer həmin bitkinin düzgün qaydada qulluq işlərinə xidmət eləməlidir. Əgər təbii erkən yaz aylarında hava yağmurlu keçir, bu istənilən bitki üçün xəstəliklərin baş qaldırmasına şərait yaradır. Fermer öz əkin sahəsində, məsələn, noxud sahəsində ilkin xəstəliyin müşahidə əlamətlərini müşahidə edərsə, ilkin tədbirə başlamalıdır. Və bu tədbir hər 7-8 gündən bir ən azı 3-4 dəfə təkrar olmalıdır ki, müəyyən mübarizə tədbiri. Bizim tövsiyəmiz odur ki, deməli, hər bir fermer əkdiyi sahəyə xüsusi diqqət yetirsinlər, qayğı ilə yanaşsınlar ki, onlar əkib becərdikləri sahədə ziyana getməsinlər. Mütəxəssis məlumatına görə hazırda məhv olan noxud əkinləri 600-700 hektarı əhatə edir. Qeyd edək ki, keçən il Cəlilabadda 7000 hektara qədər noxud əkilmiş, 6800 tondan artıq məhsul əldə edilmişdi. Göründüyü kimi rəqəmlər rayonda noxud sahəsinin genişləndiyini göstərir. Fermerlər elə əlaqədar qurumlar da ümid edirlər ki, digər noxud sahələrində vəziyyət Sərhədabad fermerlərinin düşdüyü vəziyyətdən fərqli olacaq. Əks təqdirdə ölkə bazarlarında noxudun qiyməti kifayət qədər yüksələcək.